Salam, xoş gördük. Mən Nüfər Həsənova. Kodera Test Bankında kompüter şəbəkələri bölməsinə aid olan belə bir sualın izahına baxaq. Deməli, sual bu formadadır. 300 megabayt məlumatın ötürüldüyü məlumdursa, zamanın birinci yarısında 4 megabit bölünsün saniyə, qalan vaxtda isə 12 megabit bölünsün saniyə sürətlə ötürüldüyü məlumdursa, rabitə kanalı vasitəsilə neçə dəqiqə ərzində məlumatı ötürmək olar? Deməli, bizim məlumatımızın ümumi həcmi 300 megabaytdır. Və zamanın birinci yarısında, deməli, zamanın birinci yarısı nədir? 2-də 1 t, 4 megabit bölünsün saniyə vurulsun, 4 megabit bölünsün saniyə. Bu bizim birinci həcmimizdir. Daha sonra qalan vaxtda, deməli 2-də 1 getdi, 2-də 1 qaldı. 2-də 1 t, qalan vaxtda 12 megabit bölünsün saniyədir. Və indi biz buradan t-ni tapacağıq və ümumi həcmimiz də 300 megabaytdır. Və biz burada vahidləri eyni vahidə gətirməliyik ki, məsələni yaza bilək. İndi burada megabitlə verilib. Biz 300 megabaytı megabitə çevirək. Burada deməli 1 megabayt 8 megabitdir. Ona görə bunu vuracağıq 8-ə. 8 megabit olacaq. Gəlin burada sadələşdirək. 4 2-yə bölünür 2 dəfə. Burada olacaq 2t. Üzərinə gələcəm. 12 2-yə 6 dəfə. Burada 6t qalacaq. 300-də 8 deməli 8-ə vuracağıq megabitə çevirmək üçün. Və burada 2 ilə 6-nın cəmi 8-dir. Burada da onsuz 8-i bir də 300-ə vurmuram. Çünki 8-lər onsuz da ixtisar olacaq. T bərabərdir 300 saniyə. Baxın burada saniyədir. Deməli bizə dəqiqəni istəyir və bilirik ki, 1 dəqiqəmiz 60 saniyədir. Ona görə bunu deməli 300-ü bölürük. 300-ü böləcəyik 60-a və burada da 5 dəqiqə. Cavabımız olacaq B bəndi. Sualın izahı ilə bağlı nəsə qaranlıq məqam olsa, rəy bölməsinə yaza bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.